Aleyküm değerli izleyiciler. Bugün size güzel bir emlak təqdim etmək istəyirəm. Karşıda gördüğünüz yaşayış evi ve 5 sotluq həyətyanı torpaq sahəsi ilə. Gördüğünüz bu yaraşıqlı ev, villa yeni tikilidir ve satışa çıxarılıbdır. İrəliləyən dəqiqələrdə mən sizə ümumilikdə evin daxili görünüşünü, həyətyanı torpaq sahəsini geniş təqdimatını etmək istəyirəm. Deməli, küçədən görünüşüdür belə. Deməli, bu küçə birbaşa parkın qabağına çıxır. Deməli, parkla üzbəüzdür. Gözəl bir yerdə yerləşir. Keçid alırıq həyətə. Həyətin görünüşünü sizə təqdim edəcəyim. Değerli izleyiciler, gördüğünüz yaşayış evi bu həyətdən görünüşüdür. Fasadla görünüşü belə. Həyətdə navesi və gördüyünüz kimi evin qabaq tərəfi betonlanmış və metlaq döşənməsi üçün hazırlanmışdır. Və bu qabaqdan giriş hissəsidir. Yanında belə gözəl navesi. Həyətdə gözəl dağ suyu gördüyünüz. Belə dağ suyu gəlir həyətə. Və mən sizə evin yan tərəfini, arxa tərəfini də təqdim etmək istəyirəm. Gördüğünüz evin yandan görünüşüdür belə. Her tarafı dekoratif ağaçlarla görüntüsü var. Çok güzel görüntüsü var. Ve gördüğünüz evin yan tarafı, yan taraftan arkaya keçid kapısı ve arkada ayak yolusu ve belə arka tarafta olan hissəsidir. Mən sizə evin daxili görünüşünü təqdim edəcəyəm. İndi daxil oluruq evin daxilinə. Belə girişdə gözəl, böyük bir otaq. Yəni burada ümumi otaqdır. Burada oturub istirahət eləmək və qonaq qəbul etmək üçün çox əlverişli bir otaqdır. Bu otaqdan digər otaqlara keçiddir. İlk öncə mən mətbəx hissəsini sizə təqdim edirəm. Gördüyünüz kimi mətbəx hissəsi tam hazır vəziyyətdədir. Mebel işığı alıb. Və buradan keçid alırıq digər tərəfdəki otağa. Bura yataq otağıdır. Gördüyünüz kimi belə aboylu, hazır vəziyyətdə koluna laminat rulası qalıb. Və arxa tərəfdə də yenə belə hamam hissəsidir. Kafelənmiş. Gördüyünüz kimi tamamlama işləri gedir. Və burada gördüyünüz bütün otopleniya sistemi çekip hazırlanıb, hazır vəziyyətdədir. Bütün sistem hazır vəziyyətdə, işığı, suyu, hər şeyi hazır vəziyyətdədir. Deməli, tamamlama işləri qalıb. Gördüyünüz kimi belə pilləkəni var. Pilləkənlər yığılmalıdır. Və ikinci mərtəbəni göstərməzdən əvvəl bir otaq bizim qalıb burada. Belə bir yataq otağı gördüyünüz kimi. Bu yataq otağı birbaşa pəncərələri yol darvazasına açılır. Deməli, həyətdəki navesi açılır. Və belə həyətə açılan pəncərələri var. Bir pəncərəsi də bunun yan tərəfə belə açılır.
Değerli izləyicilər, mən ikinci mərtəbənin təqdimatını etmək istəyirəm. Pilləkənlərdən qalxırıq. Gördüyünüz kimi belə burma pilləkənlər, deməli üstü yığılmalıdır. İkinci mərtəbənin sizə təqdimatını etmək istəyirəm. İkinci mərtəbədə pilləkəndən qalxan kimi belə dəhlizi var. Enli dəhlizdir və buradan da otaqlara bölünür. Deməli, qabaq tərəfdə belə qabaq görünüşü olan, gözəl panoraması olan belə bir otaqdır. Buradan dağ panoraması gözəl şəkildə görsənir, gördüyünüz kimi. Və belə bura mətbəx üçün də nəzərdə tutmaq olar. Ümumilikdə bura yataq otağıdır. Elə. Və buradan digər otağa daxil oluruq. Gördüyünüz belə bir otaq. Bu otaqdan hamam hissəsinə keçmə olur. Deməli, burada hamamdır. Kafellənəsi hissəsi qalıb. Buradan çölə, dəhlizə çıxışı da var. Və digər otaqlar belə gördüyünüz kimi. Və digər otaqlarını mən sizə göstərirəm. Deməli, otaqlar ağardılıb. Değerli izləyicilər, gördüyünüz kimi patolog hissəsi belə asma patologdur. Və ikinci mərtəbədə 4 otaqdır, 4-5 otaqdır, hamamdır və belə bir enli dəhlizi var. Dəhlizin başında gözəl balkonu var. Gördüyünüz kimi belə balkonu var. Və balkondan da gözəl dağ panoraması görsənir. Yandakı otaqdan mən sizə göstərirəm panoramanı. Əvvəlində göstərdim. Belə bir dağ panoraması var. Və buradan da park görsənir. Deməli, o qarşıda görsənən dağın aşağı hissəsi bizim parkdır. Deməli, parkın yaxınlığında, yaxın bir məsafədə yerləşən belə bir gözəl, yaraşıqlı evimiz var. Değerli izləyicilər, bu çöldən deməli fasad görünüşüdür. Belə təkrar sizə göstərirəm. Və qarşısında belə biz dayandığımız navesdir. Navesin başında belə darvazalardır. Yəni bura maşın saxlamaq üçün də əlverişli şərait var. Ümumilikdə belə bir gözəl, yaraşıqlı, mansartlı parkın yanı, gözəl bir havası, gözəl bir mənzərəsi olan bir yerdə, belə bir yerdə yaşayış evi satışa çıxarılıb. Belə bir evə sahiblənmək istəyən hər kəs bizimlə əlaqə saxlayıb ətraflı geniş məlumat əldə edə bilər. Deməli, əmlakın qiyməti videonun altında göstəriləcəkdir. Dinlədiyinizə görə sağ olun, sağlıqla qalın.